məsələyə münasibət bildirsin. Xalqla, xalq hərəkatında xalqla işləmiş bir insan kimi o proseslərin insanın təfəkküründə hansı rol oynadığı haqqında real o həyatı yaşamış bir adam kimi mən istəyərdim o məsələyə bir daha münasibət bildirsin ki, bu qoşulub-qoşulmamaqla bağlı hələ də müəyyən məsələlər qalır. Bu bizim o milli fəallar arasında bir qism yenə də onun tərəfdarıdır, qəzəblər ki, biz bu işə qoşulmamalıyıq. Siz də məlumatdasınız təbii ki, bu şeylərdən. Ona görə mən istərdim ki, İsa bəy də bir daha o məsələni vurğulasın. Bu çox önəmli məsələdir məncə. Təşəkkür edirəm bəy. Yəni əslində mən çıxışımda o məsələlərə qismən toxundum. Məhz ona görə də mən dedim ki, informasiya işinin və təhlil işinin, analiz işinin gücləndirilməsinə ehtiyac var. Çünki bu dediğiniz sualın da düzgün cavabı dolğun informasiya malik olmaqdan və düzgün təhlildən keçir. Bu baxımdan mən hesab eləmirəm ki, bizim əlimizdə nə bizim özümüzün, nə də hamımızın əlimizdə kifayət qədər yetərli informasiya var və kifayət qədər də təhlil etmişik. Amma mən hesab edirəm ki, bu məsələdə ilk növbədə yerli dinamiklərə baxmaq lazımdır. Yəni İran özündə soydaşlarımızın mövqelərinə baxmaq lazımdır. Çünki onlar bu prosesin içindədirlər, onlar daha çox hiss edirlər. Yəni istənilən vaxtı elə bizim özümüzün, mən əminəm ki, güneyli soydaşlarımızın inqilabi təcrübələri bizdən, quzeylilərdən daha çoxdur. Bizimki daha çox son 30-40 ildə əldə olunmuş təcrübədir, əvvəlkilərdən başqa. Amma bizim təcrübə də deyildi ki, biz yerdə hiss edirdik ki, nə vaxt mitinglərə başlamaq lazımdır, nə vaxt yanmaq lazımdır. Və görürsən, başlayırdıq və birinci mitingdən sonra görürdük ki, bunu davam elətdirmək lazımdır, dayanmaq lazımdır. O baxımdan burada da həlledici qüvvə bizim soydaşlarımız, İranda yaşayan, güneydə yaşayan soydaşlarımız, onlar bu sualın ilk növbədə cavabını verməlidirlər. Əgər Bazar Təbrizdə bu prosesə başlayıbsa, onlar çox təcrübəlidirlər, onlar bilirlər zamanını. Amma sadəcə olaraq biz bəzi qruplar kimi əlimizə silah alıb hərəkətə keçməməliyik. Biz dinc mübarizəyə tərəfdar olmalıyıq. Mən hesab edirəm ki, indiki mərhələdə bizim soydaşlarımız dinc, dəqiq müəyyənləşdirilmiş şüarlarla nə istədiyini bəyan etməyə bacarmalıdırlar və dilə gətirməlidirlər. Bir neçə tədbirdən sonra bugün də gözlənilir. Bilinəcək ki, bu prosesi bu şəkildə indi mərhələdə aparmaq məqsədə uyğundur, yoxsa biraz yenə də təmkin nümayiş etdirmək lazım. Çünki mən çıxışım əvvəlində qeyd elədim. Bir tərəfdən təhlükə var ki, yenə də Azərbaycanlılar bu prosesin önündə getməyə başlasalar, rejimin də zərbələri ilk növbədə bizə dəyəcək və bu risk var. Rejim də qəddardır və bəzi deyilənlərə baxmayaraq hələ ki, görünmür ki, bu saatı o proses orada bitmək üzrədir. Mən bilmirəm, bu yaxın günlərdə bitən kimi görmürəm. Və eyni zamanda o ikinci bir risk də var ki, xalqımız tamamilə bu prosesdən kənarda dayansa, bəllidir ki, istənilən dövlətdə həlledici hadisələr ilk növbədə paytaxta gedir. Və Tehranda bu proseslər gedərsə və Tehranda Xamneyi rejimi məğlub olub oradan Tehrandan çıxmağa başlayarsa, bu faktiki inqilabın qələbəsidir. Və o inqilab qalib gələcəksə, o inqilabın önündə gedən qüvvə söz sahibi olacaq. Doğrudur, sonra da proseslərin müxtəlif ehtimalları var, bölgələrdə nə şəkildə davam edəcək və s. Amma hər halda unutmayaq ki, Tehranın özündə deyilənə görə əhalinin yarısından çoxu Azərbaycan kökənlidir. Bu gerçəklik də var. Ona görə də mən sizin sualınıza qısa cavabım bundan ibarətdir ki, birincisi dəqiq informasiya lazımdır proseslərin gelişi. İkincisi dəqiq təhlil lazımdır ki, hara gedir bu proseslər, hansı senaryolar daha real görünür. Və üçüncüsü yerli liderlərə inanmalıyıq, xalqımız inanmalıyıq ki, onlar yerində düzgün qərarlar qəbul edəcəklər. O halda Azərbaycan Respublikasından da, dünyanın müxtəlif məkanlarında yaşayan soydaşlarımız da öz dəstəklərini, öz mövqelərini ifadə etməyə, xalqa öz təkliflərini, təşəbbüslərini irəli sürməyə daha çox əsasları, imkanları olacaq.